valla bizim də ismətimiz var, bizim də ağımız var. Bir dəfə deyirik, bir dəfə qapını deyirik, ikimiz də elə birik. Peki ticarətdə işlədən nə işin var ki, oxuna. Gəldi, yaxınlaşdı, deyir ki, Elza xanım, sizin sənətiniz nədir? Deyirəm, kaş o vaxtı o bir sənətin arxasınca gedərdi. Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Bugünkü söhbətin tanınmış sevilən xanəndə Azərbaycanın əməkdar artisti Elza Qayvaliyevadır. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Sən gəlməyərdin, bu sənəti gəlməyərdin. Öncələrinə baxalım, bayrağım olacaq. Salam Elza xanım, xoş gördük. Əleykum salam, xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Biz də Allah'a deyib durmuşuq, yaxşıyıq, yavaş-yavaş. Allah'ın yanında ayaq çalışıq, biz də ayaq üstə durmadan. Biz döyük. Minnətlərim, xoş gününüzə gələk. Tək həmişə Allah'ın yanında olasınız. Amma çoxdandır səsiniz, sorağınız gəlmir. Çünki siz uzun illər Muğam Teatrından xalqımıza tanışsınız. Oradan, düzdür, rayondan pərvazlanıb gəlmişsiniz sənətə, amma sizi əsasən o xalqımıza tanıdan, sevdirən yer, o artıq puxtələşmə mərhələsi keçdiyiniz yer Muğam Teatrı olub. Orada da təqribən bir 25 ilə yaxın deyil, olan Muğam Teatrının bütün fəaliyyət dövründə çalışmışsınız, açılandan ta bağlanan günəcən. Ondan sonra qısa bir fəaliyyətinizi nəzərə almasaq, demək olar, gözdən könüldən sanki biraz uzaq düşmüşsünüz. Təəssüf ki, bunu belə deməyə məcburam. Onun da səbəbi odur ki, mən sənətkar gərək işləməlidir, cəmiyyət içində olmalıdır ki, görsənsin, bilsinlər ki, bu sənətkar işi ilə məşğuldur, sənəti ilə məşğuldur. Sənətkar gərək evdə oturmasın. Sənətkar evdə oturursa, elə bir sənətkar, qısa konkret deyim ki, elə ki, ölmüş indi sənətkar. Həmişə sənətin içində olursan, o sənətlə məşğul olursan və o sənəti sevirsənsə, o sənətin yanında olmalısan və cəmiyyət içində olmalısan. Bunun da səbəb odur ki, mənim işsizliyim, Muğam Teatrı bağlandı. Bir müddət, mən bir ilə yaxın Şuşa Teatrında Yadigar müəllimin təşəbbüsü ilə işlədim. Sonra ora təmirə buraxıldı, yenə də qaldım işsiz. Və o gündən bu günə qədər mən neçə yerlərə müraciət elədim, dönə-dönə. Heç bir yerdə mən məsləhət bilmədilər, həlbət. Canlar sağ olsun. Mən həmişə Allahın yanındayam, Allahını da istəmişəm. Allahın həlbət belə məsləhət bilib. Valla, nə bilim, qalıb, insaf qalıb, bizə incə sənət kimə həvalə eləyiblər, Allah onlara insaf versin. Amin inşallah. Allah onlara mərhəmət versin. Ki, sənət adamlarını axtararlar, arayarlar, taparlar, soruşarlar sizin kimi. Adam sənətkarın da könlü xoş olar. Sənətkar da hiss eləyər ki, hə, mən sənətkaram, məni arayırlar, məni axtarırlar. Nə xoş ki, sənətkarı axtaranda, bax, sizin kimi biz də az da olsun bəzənliyik, düzənliyik, görsənlik deyil ki, bizə axtaranlar görsünlər ki, hə, Elza durur, Elza yaşayır. Sözünüzə qüvvət, Elza xanım, təşəkkür edirəm əvvəla o ünvanıma dediyiniz xoş sözlərə görə var olasınız. Bu da mənim üçün də xoşluq, sanki bir mükafatdır. Sağ olun. Siz ona layiqsiniz, ona görə də deyim. Qarşılıqlı, minnətdaram. İnanırsınız o sözünüzün kökündə dayanan əsas məqam nədir? O lazımlıq olma. Lazımlılığını dərk edirsən ki, mən deməli gərəkliyəm, mən hələ bu sənətdə yararlıyam. Ondan gözəl şey yoxdur. Mən bilirəm ki, müğənni, aktyor, rəssam, bəstəkar, şair, yazıcı, bütünlükdə bizim bu ədəbiyyat incəsənət adamları hamısı belə diqqəti arzuluyurlar. Duraq deyək ki, yox, heç kim
heç kimə bu xoş deyil, yaxud fərqində deyil, yalan olar. Mən inanmıram ki, canı qanı ilə incəsənətə bağlı adamlar diqqətdən kənarda qalmağın fikrini çəkməsinlər. Bu istər-istəməz onlara pis təsir edir. Əlbəttə, əlbəttə. Özü də sizin hələ yaradıcılığınızın demək olar tam yetkin bir dövründəsiniz. Allah şükür hələ sağlamlığınız da imkan verir, yaş da imkan verir. Yəni siz dövlət kollektivlərindən birində də çalışa bilərsiniz, üstəlik pedaqoji fəaliyyət göstərə bilərsiniz. Mən açığı bilmirəm ki, bu vaqe etdiyin kökündə nə dayanır? Çünki siz hələ gənc vaxtınızdan Ağdamda o musiqi indiki dillə isə Kollegiova Telekom bitirəndə Xanşinski adına musiqi məktəbini və İncəsənət bizim indiki İncəsənət Mədəniyyət və İncəsənət Universitetində də o zamanki Mirza Qaliyeva'nın İncəsənət İnstitutunda siz təhsil alındınız Mədəni Maarif Fakültəsində. İnstitut vaxtı girdim, universitet vaxtı. Aysun. Hələ o dövrdə siz pedaqoji fəaliyyətə başlamışdınız. Hələ Sovet dövrü idi, siz gənc müğənniydiniz. O bayaq söhbətin əvvəlində dedi ki, girişdə dedi ki, siz elə oradan pərvazlanmışsınız. Oradan elə başlamışsınız, həm müğənni kimi, həm də gənc bir müəllim kimi. Necə oldu ki, bu qədər üstündən illər keçdi, yetkin bir vaxtınızda, amma nə müəllim kimi üzr istəyirəm sizi, bunlar lazım bilmədi, müəyyən adamlar deyək, qurumlar deyək və nə də bir solist kimi. İndi bizdə sayısız hesabsız deyil, amma bir müəyyən sayda dövlət kollektivləri də var, Filarmoniyanın nəzdində var, bizim Muğam mərkəzində var, dövlət televiziyamız, indi keçmiş dövlət televiziyamız dediyimiz Azərbaycan radyo televiziyasının şirkətinin kollektivləri var. Mən çox arzulayardım ki, sizi bu kollektivlərdən birinin solisti kimi görüm, doğrudan. Çünki siz həqiqətən, mən xatırlayıram, o 90-cı illərin əvvəlində, o da mənim mətbuata təzə gələn vaxtlarım idi, Muğam teatrında çox şan-şöhrətli dövr idi onda. Hələ Sovetin axırı, müstəqilliyin ilk illəri, siz müntəzəm konsertlər verirdiniz. O Karvansarada yerləşmişdi. Rəhmətlik İslam müəllim, Ədi rəhbər, Arif Qaziyev direktor, onlar yaratmışlar bu teatrı. Siz də ilk işə götürülənlərdən idiniz, solistlərdən idiniz. Hamısı mənim gözümün qarşısındadır. Aygün Bayramov idi sizlə bir dövrdə, Zeynəb Behbudova idi və söhbətdən əvvəl hazırlaşanda da dedi ki, Əlxan adında bir xanəndə var idi, Zahid Quliyev idi, Əskər Əhmədov, Əskər Əhmədov idi, xalq arasında Bala Yaqub kimi tanınan, sevilən xanəndə. İndi yadıma düşdükcə deyirəm, çox idi. Xas Məmməd var idi, Amil var idi, Nəcəfov. Aparıcınız da bizim gözəl, sevimli dostumuz Həlimət xanım idi. Bir də Hidayət. Hidayət, bəli. Allah qalanların hamısına can sağlığı versin. İndi bir-iki nəfər dünyasını dəyişənlər də var, gərək ki, o illərlə çalışanlardan. Amma çox qəribədir ki, özdə tək indi sizinlə danışa-danışa xatırlayıram. Elə bir əksəriyyətinin aqibəti belə sonda deməyək, yəni sonunu Allah bilir. Bir müəyyən zamandan sonra çoxunuz elə bir sanki sənətdən aralandınız, sanki elə bir belə deyək, perik saldılar sizi bu aləmdən. Məncə bu ifadə daha yerinə düşər. Ən qəşəng sözdür, valla. Yəni bizim də bu sənətdə özümüzün yolumuz var, özümüzün addımlarımız var, özümüzün izimiz var. Yəni hər sənətkarın, mən həmişə deyirəm, bütün cavanlara da həmişə tövsiyə eləmişəm ki, kimisə yamsılamayın. Onlar oxuyublar, o yolu oxuyublar. Məsəl üçün, Allah rəhmət eləsin, Şökət xanım oxuyubsa, onu yamsılamaq düzgün deyil. Hər bir sənətkarın özünün cığırı olmalıdır, yolu olmalıdır. Cığır Qarabağlılar deyil. Mən həmişə demişəm, indi biz də azdan çoxdan öz yolunu, öz yerini tutan sənətkar olmuşuq. Gərək biz yaddan çıxmayardıq. Bizi də yada salardılar, bizi də bir yerlə, bir işlə təmin edərdilər. İndi mən efir vasitəsilə neçə dəfələrlə müraciət eləmişəm. İndi
Valla bizim də ismətimiz var, bizim də ağırımız var. Bir dəfə deyirik, bir dəfə qapını deyirik, ikinci dəfə eləmirik. Mən eləmirəm şəxsən. Bir dəfə gedirəm, sonra utanıram. Bu insan ki, mənə hörməti eləmədisə, mən o ikinci dəfə qapını döymərəm. Heç vaxt döymərəm. Birinci dəfə gedirəm, deyirəm ki, mən falan kəsəm, sənətkaram, gəlmişəm, mən bir işlə təmin edeyim də, mən müəllim kimi, yəni demirəm ki, teatrlara, vaxtında işləmişik teatrlara. Amma bir müəllim kimi bir yerə işə düzəldim, biz də sənətkarıq, bizim də qabiliyyətimiz var, gələn nəsilə biz də bildiklərimizi ötürək, ürəyimizdə getməsin, qoy onu gələn nəsil bilsin, deyilsin ki, Yoxsa xanımı mən ödədim. Elə şeylər var ki, yaş nəsillər bilmir. Mən bildiklərimi onlar bilmir axı. Mən bildiklərimi istəyirəm onları ötürəyəm, onları öyrənsinlər, onlar da gələcəyi üçün nəysə bir şeylər yaratsınlar. Çox təəssüf ki, belə bir şeylərə gəldik, biz rast gəldik. Başqa bir şəkildə, nə cürsə, özünüzə məşğulluq tapmaq barədə necə düşündünüzmü? Valla eləsindən danışa birdən ürəyim o gəldi. 93-cü il idi, biz Almaniyada səfərdəydik. Allah rəhmət eləsin, Habil müəllim təşəbbüsü ilə biz oraya getmişdik. Allah rəhmət eləsin. Konsert proqramı biz orada göstərirdik. Zahid Quliyevdə ikimiz idik. Orada bir canlısıydı. Gəldi, yaxınlaşdı, dedi ki, Elza xanım, sizin sənətiniz nədir? Dedim, mənim sənətim? Mən oxuyuram da xanəndə. Yox, əsas sənətiniz nədir? Deyirəm, kaş o vaxtı o bir sənətin arxasınca gedərdim. Dedik, yox, bu sənətə etibar yoxdur. Əsas sənətiniz nədir? İndi bax, sizinlə danışa-danışa o fikrimə gəldi. Amma o sözün axır vaxtları çox arxasınca düşdüm ki, amma gördüm geyişdi. Həmən məqamda başqa bir sənət ki, mən tapardım gərək. Mən bilsəydim bu sənətin etibarsızlığını, sənətin etibarı var idi, amma insanların etibarsızlığını mən bilsəydim, başqa bir sənət tapardım. Yarımçıq qoyardım bu sənəti. Gedərdim o sənətin arxasınca. Getmişdim amma əvvəl. Məni atam rəhmətlik. Apardı məni ticarət texnikumuna qoydu Bərdədə. Hələ mən Ağdam Müslüm məktəbinə getməmişdim. Deyir ki, o vaxtlar qoyuldular, qızı uşağı getdi, oxudu nədir, oxuyan oldu nədir. Atam məni apardı, ticarət texnikumuna qoydu. Bax, oranı tutarıq, gəlib ticarətdə işləyəcəm. Dükkan açarsa, işləyərsən. Mən də oranı getdim, qutardım, gəldim, dedim, yox, mən ticarətdə işləmirəm, mən oxuyan olacam. Elə ki, ticarətdə işlədən, nə işim var ki, oxumağın aralacaq. Sən olmaz, sən gəlməyərdin, bu sənətə gəlməyərdin. Amma çox heyfsilənəm ki, Allah bu cür Allah mənə vermişdi. Allah bu cür bəxşeyiş göndərmişdi Azərbaycan sənəti üçün. Amma qoymadılar. Çox heyf. Çox heyf. Çox heyf ki, orada kim bu sənəti bilməyənlər ki, kim oturur, bu sənəti bilməyənlər. Amma ona çox mən heyfsilənəm ki, bu sənəti bilməyənlər gəl orada oturmasın, sənəti bilənlər, sənətkarları tanıyanlar orada otursunlar ki, bunları axtarıb arasınlar. Və qədrin bilsinlər. Hə, vallahi. Yer dəyişik düşəndə belə olur həmişə. Yaman dəyişik düşdü. Hər kəsin yeri dəyişik düşdü. Mənim yerimdə başqası oturdu, onun yerində başqası oturdu. Hər kəs öz yerində otursaydı, hər kəsin özünün yeri var. Bu dünyada da, o dünyada da. Öz yerində gəlib oturasan, ağırlı başdır. Qabil rəhmətlik deyir ki, Muğan həsrət yağışa, yağış yağır talışa. İndi, yəni talışa da ehtiyac yox idi, yağış yağsın, amma belə bir ucdan bura yağır. Ona görə də sonra deyir, yəni səhv düşəndə yerimizdə, hər şey səhv düşəndə nəticəsi də necə olur, belə fəsaddır. Alt-üst olur. Alt-üst olur, bəli, təəssüf ki. Çox təəssüf ki. Və bu problem əslində, bax, əvvəllər də olub. İndi duraq deyək ki, 40 il əvvəl ideal vəziyyəti idi, yox. Amma elə bir günü-gündən sanki şeylər daha çılpaq görünür, daha qabarıq görünür. O dövrdə, bilmirəm,
o Sovet dövrünün qorxu ürküsündən idi, çərçivəsindən idi. Həm də biz axı böyük bir ölkənin tərkibində idik də. Özümüzdən sonra talihimizi həll edən yer Moskva idi. Görünür, orada bir oranın nəzarəti ilə filanla bu iş bir qədər sanki bir ölçü-biçiyə düşürdü. Buradan haqqını ala bilməyən adam ora bir şikayətlənirdi, məktub yazırdı. Sizin daha yaxşı yadınızda olar. Burada da yazılır, burada da yazılır məktubu. Amma qoysalar çatsın. Çatsa, prezidentin Allah canını salamat etsin. Ona çatsa, vallahi əlac eləyər. Mehriban xanıma çatsa, əlac eləyər. Qoymurlar çatmağa, qoymurlar. Arkadaş, başına dönüb, qoymurlar çatmağa. Alırlar oradan kağızın məktubu alırlar, oradan cığız olurlar. Amma özünə çatsa, o bilər ki, belə bir sənətkar var, vəziyyəti yaxşı görür. Bir əlac qılar, vallahi əlac qılar, qoymurlar. Yox, inanın, mən də tam səhəmdə deyirəm ki, heç dərəcə şübhəm yoxdur. Çünki əvvəla Allah'a şükür, sizin sənətiniz var, özünüzə görə adınız, sanınız da var. Yəni, siz dünən başlayan bir yenicə meydana çıxmış müğənni deyilsə axı, illah da muğama bugünkü belə diqqətin olduğu bir vaxtda. Necə ola bilər ki, o yuxarı mərtəbəyə gedə sizinlə bağlı bir məktub çata, bir fikir çata və heç bir nəticəsi olmuyor. Şəxsən mən bunu təsəvvür edə bilmirəm, açığı. Deməli, o təqdimat yoxdur da. Lazımı şəkildə, lazımı vaxtda dolğun o təqdimat yoxdur. O təqdimat olsa, mən tam əminəm ki, siz işlə də təmin olunarsınız, xoş, diqqət, münasibət də görərsiniz. Özə sənətkarı bayaq özünüzdə dediyiniz kimi ruhlandıran, qol-qanat verən ona o diqqətdir, o xoş münasibətdir, lazımlıqdır. Söhbət yalnız o maddiyyatla ölçülmür, hərçənd maddiyyat da şərtdir. Amma biz demirik ki, elə maddiyyat varsa hər şey var, maddiyyat yoxdursa heç nə yoxdur. Sadəcə o diqqət olanda, onsuz da diqqətin ardında həm də maddiyyatla da bağlanır, təbii ki, o da olacaq. Nə bilim, valla biz arzulayaq ki, olsun. Sizin həmkarlarınız, sizlə yaşıdlarınız rəsmi o müəllim kimi çalışmaqdan savayı, həm də yetirmələri var. Uşaqlar hazırlaşdırırlar, musiqə meyli uşaqları da. Mən inanmıram ki, sizə belə təklif olmasın. Olub, çox olubdur. Yəni, mənim elə şəraitin birinci o yol vermirdi. İkincədəki gərək bir tarçalan evə çağırasan, yəkənaçı çağırasan. Onlar da ki, əvvəlki vaxta baxmayın da. İndi əvvəl cavan idi. Məsəl üçün desəydim, gəlin bu uşaqları hazırlaşdıraq. İndi nə də olsa bölərik dədəmalı kimi ortada. Amma indi eləmək olmur. İndi mən öz yaşında olan tarçalanı, yəkənaçı çağıran çağırım. Orada nə vacib olacaq ki, mən ona bölüm. Ona görə də mən razılaşmamışım, heç vaxt razılaşmamışım. Həm də bilirəm, sözün yaxşı mənasında sizin biraz o özünüzə görə də şıltaqlığınız var. O şıltaqlıq ki, hər elə qeyri-ciddi yanaşan, yaxud normal musiqidə əsl mənada müğənni kimi görmədiyiniz adamlara heç özünüzün də meyliniz yoxdur ki, nə söylədəsiniz. Təbii. Onun səsi varsa, məsəl üçün, mən deyərəm ki, gəl, neçə uşaqlar, məsəl üçün, neçə dəfə əvvəlləri müraciət ediblər, deyim ki, bu sənin sənətin. Get özün başqa sənətin. Bu sənin sənətin deyil, səsin yoxdur. Amma çoxların, məsəl üçün, görəm mən təəccüblə baxıram ki, bunun səsi yoxdur, sən onu nətəcə, niyə anladırsan onu? Niyə onu yazıq daxı? Niyə anladır? Deyir ki, bir-iki dənə şeylər ölgənib, pul verəcək, efirlərə çıxacaq, popülər olacaq, toylara gedəcək. Bax, toy evlərində, toy yerlərində evin belə yığırlar da. Valla. Gərək, bundan əvvəllər sənətkarlar gelirdi toylara, el məclislərinə, gözəl sənətkarlar gedirdi. İndi yox, indi kim popülərdir, onlar gedir. Toydan söz düşmüşkən, axı siz elə hələ gəniz vaxtınızdan da sözlə biraz üzülür, sanki tez-tez deyəsən bu yaşı xatırlatdıq. Yəni hələ Sovet dövründən deyək, elə 80-ci illərdən siz rayonda olarkən toylara gedirdiniz.
Gedirdim. Burada da Bakıda da bilirəm muğam teatrında işlədiyiniz illərdə, 90-cı illərdə xüsusən gedirdiniz. Öz də bizim tanımış xanəndələrlə bir yerdə də neçə Bakı kəndlərinin ən ağır toylarına gedirdim. Mən də var. İndi belə dəvətlər yoxdur, yoxsa özünüzün... Yox, həmi dəvət yoxdur. Həm də ki, mən ehtiyat edirəm. Mən yenə də o sözü həmişə döndüyünü, bütün efirlərdə də həmişə işləyirəm ki, mən qorxuram, ehtiyat edirəm. Deyirəm ki, səsim işləməz. Çünki səs elədir ki, baltanı, balta, ən iti baltanı işlətməsən körüşər. Səs də elədir. Səsi gəlir həmişə işlədəsən. Səs də elədir. Ona görə həmişə ehtiyat eləmişəm ki, gəlir səsi işlədəsən ki, həmişə format olasan da. Bəli. Çünki bu mənada musiqiçi də, aktyor da, idmançı kimidir. Bəli. O daim gərək format ola. Təbii. O deyir, bir gün musiqiçi çalmayanda özü bilir ki, məşq eləməyib də. İkinci gün o ansambldakı yoldaşı bilir, həmkarı bilir. Üçüncü gün artıq tamaşaçı duyuq düşür. Xəbər olur ki, deməli bu 3 gündür, 4 gündür çalıb oxumur. İndi səs də o həssas yanaşmanı tələb edir. Yəni nahaqdan... Hər gün az da olsa məşq eləməlisən. Az da olsa. Mən bu ümumi həyatın içində oxuya bilmərəm. Qonşular var, narahat edə bilmərəm. Heç vaxt o fikirdə olmamışam. Məsəl üçün, musiqiçilər gələndə, bizim tədbirlər olanda, yəni bir çəkiliş olanda çağırırdım, onların da xoşuna gəlirdi. Gəlib hələ qapıdan da deməyirdilər, qulaq asırdılar. O başqa şeydir. İlk tamaşaçılar onlar olurdu. İlk tamaşaçılar, bəli, onlar olurdular. Amma indi öz-özümə oxuyum, qonşular da deyəcək, bu dəlidir, öz-özümləmişim. Eləməmişim iş vaxt. Yəni, çox şey elə görürəm ki, o müəyyən arzuların reallaşmağı da yenə gəlir bir şəraitə, maddiyyata bağlanır. Təəssüf ki. Yenə də ki, o yolun, o işin səbəbləri yenə də insandır. Mən axırıncı sözümü deyirəm ki, bilməm, bundan sonra davam olacaq, olmayacaq. Gözəl bir söz var, ayaq da işlətdim o sözü. Allaha güvənərsən, yola çıxarsan, insana güvənərsən, yolda qalarsan. Həqiqətən elədir. Allahın adını tutub yol alarsan, adama güvənərsən, yolda qalarsan. Yolda qalarsan. Həqiqətən elədir. Mən həmişə mənə deyirlər ki, sən eləyirsən, deyirəm ki, evdə deyiləm. Evdə də oturam, pəncərəmdən baxanda bayrağım görsənir, bax orada. Haçan kimi, balaca pəncərəmdən oradan bayrağımla danışıram. Gedirəm, deyib, dəniz yaxında, bu var. Gedib orada torpaqla danışıram, daşla danışıram. Allahın dilsiz, ağılsız qulları var, yazıq, dilsiz, ağılsız. Onlarla danışıram, ki, onlara yemək verirəm. Mənim üçün ən gözəl xoşbəxtçilik, ən gözəl qazanc odur. Ən gözəl, bundan gözəl qazanc nə olur? Allahın hər gününə mən şükür eləyən adama. İndi düzdür, narazıçılıq eləyirik, şikayət eləyirik. O da haqqımız var sənətkar kimi. Belə ümid eləyək ki, bu hamısı bir, o dilimizdə söz var, oturuşmuş, deyirik ki, bunlar hamısı yəqin bir sınaqdır, bir imtihandır. Belə qəbul eləyək ki, düzdür, biraz bəlkə də uzun çəkdi. Hərdən mən belə söz deyəndə, bəzi yoldaşlar deyir ki, sən elə gəlmir ki, bu sınaq, imtihan dövrü yaman uzun çəkdi. Şükür. Mən də deyirəm, yəqin belə məsləhətdir və bizim bilmədiyimiz şeylər var. Mən də sizin kimi bir inanclı adamam deyil. Öz həyatımda da başqa yaxın, hərəm olan adamların həyatında da bu şeyləri saf cür eləyirəm. Deyirəm, yəqin bizim bilmədiyimiz şeylər var. Yəqin elə bəlkə də xeyrisi budur. Nə qədər ağrı, acılı da olsa, nə qədər çətin də olsa, sıxıntılı da olsa, bəzi şeylər adamı haqsızlıq kimi yandırsa da, indi etiraf eləməliyik ki, insanlıq da daşdan, dəmirdən deyilir ki, o adamı o bayaq dediniz, diqqətsiz qalmaq narahatlıq verir.
açıq da belədir. Düz. Duraq deyək ki, çox rahat hamı bunu belə həzm eləyir, o işsizliyi yaxud diqqətdən kənarda qalmağı təbii ki, yox. Əksəriyyət hər halda bunu rahat həzm eləmir, sinirmir. Amma görünür, bunda da bir hikmət axtarıb tapmaq lazımdır. İnşallah ümid eləyək ki, hər şey yaxşı olacaq. Sizin çox ifalarınızı məni o illərdən xatırlayıram, qulağımdadır. Təbii ki, əsasən bizim xalq mahnıları, köhnə bəstəkar mahnıları həm teatrınızın o xarakterinə uyğun idi. Üstəlik sizin özünüzün də xanədəki belə dəsti xəttiniz, yönünüz elə idi. O bayaq yaxşı söz dediniz ki, adamın özünün dəsti xəttinin olmağı, özünün sənətdə bir cığırının olmağı böyük şərtdir. Bugün sizin xoşbəxtliyiniz onda idi ki, sizin nəslin. Əvvəlki o ustadlar var idi. Siz də elə onlardan görüb götürdünüz. Amma Allah indi elə bir bilmirəm, düzdür, bu qədər müsabiqələr keçirilir. İstedadlı cavanlar var. Haqq üçünə xalqımız istedadlı xalqdır. Tarix boyu bu xalqın həmişə istedadlı adamlar bütün sahələrdən çıxıb, bütün sahələrdə istedadlı nümayəndələr olub. İndi də var. İnşallah ki, bundan sonra da olacağını mən inanlıyam. Amma elə bir o əvvəllə müqayisədə sanki bu nəsillər arasında bağ deyək. Elə bir zəiflik deyim, yaxud burada bir doğmalıq deyim, o mehr, məhəbbətli, münasibət deyim, fərqlidir. Mən pis demədim, amma fərqli deyərdim. Siz də yəqin ki, bunu sezirsiniz, bununla razılaşarsınız. Elə bir siz özünüzdən əvvəlki o müəllim bildiyiniz, bilavasitə dərs deyən, yaxud birbaşa dərs deməsə də, amma mənlə müəlliminiz saydığınız adamlara. Məsələn, İslam müəllim sizə birbaşa dərs deməyib, amma siz mənəvi müəlliminizdir. Elə deyilmi? Sizlə onların arasında sizin və yaşıtlarınızın olan o münasibət, böyük kiçiklik, məsafəni saxlamaqla elə bir indi bir qədər fərqlidir mənzərə. Əlbəttə, Səmin, düz deyirsiniz, o bağ məsələsi deyirsiniz. Nəsillər arasında bağ deyil. Bizdən əvvəlki nəsillə o bağımız bir-birinə bağlı idi. Həqiqətən bağlı idi. Onlar nə töküldü, biz onu yığışdırırdıq. Yaxşı mənada. Yəni, həmişə İslam müəllimdə deyildi ki, çalışın, özünüzün yolunuz olsun. Öz cığırınız olsun. Bax, onlardan həmin tərbiyə cəhətdən, həm maddi, həm mənəvi, nə var o maddi yox, mənəvi nə var ki, hamısını biz götürürdük. Onlar nə danışırdılar, onların getdiyi yolu, onların verdiyi tövsiyələr, danışdıqlarını, hamısı biz götürdük, çalışdıq, onların cıvırı ilə biz gedək. Amma indiki nəsillər yox, deyir ki, burada mənə Bağdadda görürəm. Amma bu düzgün deyil, düzgün deyil. Həmin də ki, onları da qınamalıyıq. Biraz efirlər, Ərbaba mənim gözəl bir söz işlədi ki, sizin deyir pulunuz olacaq, maşınınız olacaq, eviniz olacaq, sənətiniz olmayacaq. Çalışın hələ gələcək nəsil, çalışın sənətinizi qoruyun, saxlayın. Yəni özünüzdən sonra sizi hörmətli, qurbatlı, əbədi yaşar saxlayan sənətdir. Sənət. Çünki o şeydə maşın var, dövlət köməyə gəlməyəcək. Dövlət də, sərvət də, şöhrət də, hamısı bu dünya üçün. Bəli. Vallahi bu dünya üçün. Tarixdə qalmaq üçün onlar kifayət eləməyəcək. Tarixdə qalmaq üçün sən sənətini rəndələ qoy qalsın. Sənətini qoy qalsın. Amma da desin ki, Allah ölənlərlə rəhmət eləsin. Yazdırırsınız, amma olmayacaq. 2 dənə şey yazdırırsınız, yeni bir şeylər öyrənməyəsiniz, yeni yolu, özünüzün yolunuz olmayacaq. Çalışsınlar ki, özlərinin yolları olsun. Sözünüzə qüvvət, biz sizlə söhbətdə neçə dəfə rəhməti mütəllim o tutaq ki, Zülfəlidən belə, ya bu kişidən belə, Allah hamısına rəhməti, Dayadı xan əmir Seyid öz yerində.
Süleyman Abdullayev, Sabir Mirzəyev, görün nə qədər adamları xatırlayır. Vahid Abdullayev neçə dəfə biz xatırladıq. Baxmayaraq ki, Vahid Abdullayev, Allah rəhmət etsin, həm cavan getdi, heç fəxradı da yox idi. Dünyadan da elə deyərdim, nakam getdi, çox təəssüf. Allah yerini değişdirsin, gözəl sənətkar. Ağdamın bugünkü bu işğaldan azad olmuş Ağdamı da görmədi, çox təəssüf ki. Amma o, bayaq dediyimiz gibi, var dövlət qoymadı ki, sənət qoydu getdi. İndi də sənət sevərlər, onun ifasını Allah şükür, indi internet əsrdir, var texnikanın yaddaşında, necə deyərlər, lentin yaddaşında dinləyirlər və görürsən ki, bu adamın doğrudan da öz yolu, öz sənəti olub, bir miras qoyub gedir. Əlbəttə, əlbəttə. Mən indi var, bir əlavə edeyim sizin sözünüzə. Bilirsiniz, yaxşı sənətkar ola bilərsən. Amma yaxşı da insan olsan, yaman tamamlanır. Allah haqq. Vahid mənim çox gözəl insan idi. Çox gözəl sənətkar, gözəl də insan. Elə tamamlanırdı, elə də abırlı, həyalı. Bəs rəhmətli Səxavət Məmmədov, Sədi Məmmədov. Allah yerlərini değişdirəsin. Onlar hamısı sizin də dediyiniz ölçülərdə olan adamlar idi. Həm sənətləri var idi, həm insanlıqları var idi. Amma mən elə sənətkar tanıyırdım. Çox gözəl sənəti var, amma insanlığı heç yoxdur. Allah onu da yerini değişdirəsin. Nəysə, amma tamamlananda çox gözəl. Tamamlananda çox gözəl. Adamın ürəyincə olur hər şey. Görürsən, bax, mən yadıma saldım. Siz də yada saldınız. Rəhmət Sədimi, Rəhmət Sahabəti, Vahid Məlimi. Vahid Məlimi. Çox gözəl insanlar. Çox belə sənətkarlarımız. Bayaq mən yadınızdadır, elə bu söhbətdə hazırlıq əsnasında dedim, bir el xanəndəsi idi o, Qorçu müəllim. Yevlaxtar Mingəçevirdə bütün o el-obanın xeyir işlərini yaraşıb olan bir kişiydi. Həm də özü elə abırlı, həyalı bir adam idi. Rəhmət, sənəti də gözəl. Allah yerində işləməsin. Təbii ki, onu nə əməkdar artisti idi, nə xalq artisti idi. Amma dinləmiş adamlar, o kişinin səsi gələndə deyir, Allah rəhmət eləsin, bu kişi gözəl oxuyur. Və bu kişi gözəl məclislərimizi aparır. Görsə adam bir qalır yaddaşlarda. Yaqub Əmin. O, yaddan çıxartmaq olar. Çox gözəl insan idi, çox gözəl sənətkar idi. Çox sadə, sayada bir adam idi. Çox. Bir dəfə Yaqub Əmin Lüblə idi, 60 il idi, Vladimiryada. Gəldim Muğam Teatrına, ay günlə gəlin əbəla, gəlin orada oxuyun. Mənim gecəm olacaq orada, orada oxuyun. Getdik ay günlə ikimizi getdik, gördük siyah yardımımız yoxdur. Qayıtıq gəldik, sonra gördük yenə gəldim Muğam Teatrına. Az bana niyə oxumadınız? Dedim, ay Yaqub, valla bizim adımız yoxdur da siyahda. Ay bana getdiyənə ki, Yaqub Əmin öz zakaz eləyib. Gözəl sənətkar, səmimi, özü kimi. Belə insanlar var idi. Amma indikilər də çalışsın, eyl olsun. O, əvvəlində sənətə başlayanda kimisə təqlid eləmək təbii bir şeydir də. Çünki çatan kimi adamın öz yolu olmur ki. Amma sonradan təbii ki, adamın özü bir cıvıraşmalıdır. Bəs bugün birisinə qəribədir. Mən indi bu söhbətimizin sonuna doğru bu şeyi də deyim ki, bax, Allah hamısının canını sağ eləsin. İşlərinə də avantlıq versin bu cavan nəsil xanəndələrimizin. Çoxlu muğam müsabiqələrindən qalibləri var da, müsabiqələrin qalibləri. Onlarla adam seçilib. Yüzdə olanlar, o yer tutanlar, mükafatlananlar, amma mükafata layiq görülənlər. Amma təsəvvür edin ki, mən sıravi tamaşaçı deyiləm, dostdan işləmişəm, mənə kifayət qədər yaxşı, hazırlıqlı tamaşaçı, ən azı belə ifadə eləsək doğru olar. Hazırlıqlı zövqlü tamaşaçı sayır məni. Xiridar demirəm, biraz əstağfurullah. Yəni, mən yaxşı səsi, yaxşı oxumağı təbii ki, seçən köhnələrdən üzrləri. İnanırsınız, bu səsləri dinləyirəm. Tutaq ki, bir 40-50 adam varsa, bu 10-15 ildə müsabiqələrdən keçən, ələnmiş. Amma 4-5 adamın səsi və oxu tərzi mənim yaddaşımda, diqqətimdə ilişib qalıb. İnanıram ki, sizin də münasibətiniz belədir. Elə bir bu səslər, oxumaqlar hamısı bir-birinə oxşuyur.
Çox qəribədir. Və açığı bu məni biraz mütəəssir edir, yəni pərişan edir ki, niyə belədir? Bax, bu uşaqlar yaxşı səs ola bilər, bir-birinə bənzəsin. Amma çalışın hərəniz öz yolunuzu, dəstxətinizi müəyyənləşdirəsiniz də. İndi 1 il, 2 il keçdi axı, 10 il keçib, 15 il keçib, tapın. Öz yolunuzu bir tapın, müəyyənləşdirin. Çox təəssüf ki, bunu görmürük. Bir də oxuyur, mən bəzən konsertlərdə, bax, bir neçə gün əvvəldə bir yerin adını demirəm, bir konsertdə idim. Orada da o müğam müsabiqəsinin qaliblərinin, iştirakçılarından var idi. Baxırsan, o deyirlər, ilk baxışda hər şey yerindədir. Səhnəyə çıxıb, səhnə gözə gəlimliyi var, texnikası var, səsi var, texnikası var. Amma nəsə çatmır. O, Razi Şükürovla biz həmişə söhbət edəndə deyirəm, onun sirrini mən bilirəm, qardaş. Oxusun mən o saat deyim ki, bu xanəndədir ya yox. Səsin ona biz sadə dillə, sadə saya yapışıq deyirik, şirəllik deyirik. Bax, indi çox səsdə nədənsə elə o yapışıq, o şirəllik yoxdur. Bilmirəm, siz bilavasitə xanəndə kimi bu fikrimlə razılaşacaqsınız ya yox. Bax, o əvvəlki səslər, tutaq ki, Sara xanım oxuyurdu, biz bilirdik bu Sara xanım. Sara xanım özünə görə seçilirdi, Şövkət xanım özü kimi seçilirdi, Kazman İsmailova özü kimi seçilirdi. Hətta onlardan az məşhur olan Töhfə Əliyeva, o da öz dəstxəti var idi, razılaşarsınız. İndi mən xanımları dedim. Kişilərdən də dediyimiz kimi, Yaqub kişinin bir yolu vardı, Süleyman Abdullayevin bir oxu tərzi var idi. Və səslər İslam Rızayevin, Anatolog Əliyevin adını çəkdir. Bütün bu səslər seçilirdi. Dinləyən kimi, radioda dəbiydi ondan da, konsertlər yedirdi. Sən o səsi eşidən kimi bilirdin ki, oxuyan səsdən də, oxuma tərzindən də bu Arif Babayevdir, bu İslam Rızayevdir, bu Canəl Əkbərovdur. İndi öz aramızda Canəl Əkbərovun da nə qədər gözəl oxumağı var idi, zəhmətkeş xanəndə idi, muğamı da yaxşı bilən xanəndə idi. Əli Baba müəllim özü idi, o universal musiqiçi idi, belə deyək, həm də nə qədər mahnılar ərsəyə gətirib. Biz bilirdik ki, bu Əli Baba Məmmədovdur, bu Hacı Baba Hüseynovdur. Mən köhnə indi ki, bizim yaşımız imkan vermir, biz şəxsən görməmişik, amma bu Zülfü əmidir, Seyid Şunskidir. Biz bu səsləri, Baba Mahmudoğludur, Qəndab xanım, siz onunla yoldaşlığınız da olub, münasibətiniz olub. Biz bilirdik ki, bunlar ağzını açan kimi kimdir də. Bugün təəssüf ki, bax, bu işdə biraz yumuşaq desə bir axsama var. Var. Onu da mən elə götür qoy eləmişim, belə fikirləşmişim, belə düşüncəmlə deyirəm ki, yəni, bundan əvvəlki sənətkarlar özünün yolu, bax deyirsiniz, özünün yolu var idi, özünün cığırı var idi, ona görə ki, heç bir sənətkar vardan dövlətdən gəlib bu sənətin arxasınca gəlməyib. Hamımız kasıblıqda, hamımız kasıb olmuşuq. Amma biraz sənətkarlar indikilərə aiddir, indi uşaqları, Allah canlarını salamat, o qədər Allah ruzularını versin. Heç kimin ruzusunda gözüm yoxdur. Mən Allahın yanındayım, yenə də deyirəm, Allah nə istəyir, nə qədər istəmişim, o qədər də verir, şükür. Şükür. Amma indikilər o yürürlər pulun arxasınca, Allah üzərinə yenə qismət eləsin. Bilirsiniz, sənətkar o həm şirini yaşamalıdır, həm acını yaşamalıdır. Bax, o acını yaşayanda onu oxumanla göstərirsən. Şirini də yaşayanda o qədər acı yaşayırsan ki, o qədər kasıbçılıq yaşayırsan ki, onu göstərirsən. O şən mahnılarda da o şirini göstərirsən. Həm acını göstərirsən. Tamaşaçı deyir ki, kədərli adam kədərlənir, sevinən adam sevinir. Bax, bunu indikilər dərk eləməlidir. Yəni, o acılı şirinli həyat onun sənətinə hopur da, istər-istəməz. Əlbəttə, o qədər biz əziyyət çəkmişik, o qədər mən əziyyət çəkmişim ki. Vallahi, o qədər yoxsuz günlərim olur ki, iki çörək qazanım, o pulumu aparım, ailəmə verim. Halal xoşlar olsun. İndi artıqlaması ilə mənə qatardılar. Bacılarım da, qardaşım da, atam da, Allah gedərim. Allah keçənləri rəhmət eləsin, qalanlarından sağ olursun. Vallahi. İndikilər amma
biraz Maddiyyat əsiri elə maddiyyat bilər. əsiridirlər, həqiqətən elədir. Çox təəssüf. Hə, amma biraz gərək biraz o əziyyəti çəkərdilər. O da oxumaqlarını qopardı. Bir də tez elə bir sanki ayaq üstə qalxmaq istəyirlər. Hə. Belə deyək də. Yəni dərhal elə bir şan şöhrətə çatmaq istəyirlər. Hə. Tez də əl üstə elə bir hər şeyi əldə etmək istəyirlər. Amma əslində elə şey var ki, o bir zamanla olur da, vaxtla olur. Zaman. Bəli. Çünki çox şeyi doğrudan da nizama salan vaxtdır, zamandır. Düzdür. Biz bunu nə qədər bəzən adamı ağrıtsa da, sarsıtsa da ki, yox, buna vaxtım gedir, ömür gedir. Amma doğrudan zaman çox şeyə sığal çəkir, çox şeyi nizamlayır. Düzdür. Bu sənətə də aiddir, özümüzün bir adam kimi yetişməyimizə, doğmağımıza da aiddir. Evə, ailəyə, bir-birimizə, cəmiyyətə, münasibətimizə də aiddir. Bu yolları keçən, o həyatın enişindən, yoxuşundan keçən adam, ağrısını, acısını yaşayan adamların baxışı da, münasibəti də bu dediklərimizi yaşamayan adamlardan üstün olur. Yaxşı mənada fərqli olur, üstün olur. Çünki artıq bunu yaşla görürük. Düzdür. Təəssüf ki, indi bilmirəm, bu cavanlıqdandır, ya o da bir dövrlə bağlıdır, nə ilə bağlıdır bu belə şeyə meyillənmək, o maddiyyatın dalınca düşmək, şan şöhrətin dalınca düşmək. Amma gəlin biz söhbətimizin sonunda belə nikbin əhval-ruhiyyə ilə bitirək ki, inşallah elə yaxın vaxtlarda hər şeyə bir gözəl, Allahdan birinci, təbii, ondan da aşağı bəndələrin bir sığal tumar çəkməyi ilə hər şey bir rahat, nizama düşülmüş şəklində və ovqatda biz görüşəcəyik. Bütün nə indi problemlər var, çatışmazlıqlar var, sanki onlar həllin arxada qalacaq, həllin tapmış vəziyyətdə biz ümid edək ki, bir qabaqdan şəbab elə oturub danışacaq. Ümidvaram. İnşallah. Bir vaxtlar çox adamın eşit torpaqlarının işğaldan azad olmağını ümidi yox idi. Açıq danışaq da, çox adam əlini üzmüşdü. Elə deyilmi? İllah da əsli kökü o torpaqla bağlı olan adamlar bəzilərini dindirəndə görürdün, Allahın köməklə deyir, sonra deyir, birdən dayanırdı, deyirdi, doğrudan görüm bu torpaqlar bayadacaq. Ən azı bir şübhə ilə yanaşırdı. Heç ümidimiz yox idi. Elədir mi? Amma gördünüz, Allahın izni ilə, ondan da aşağı, indi Allah prezidentin canını sağ eləsin, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. O, bu torpağın azad olmağında nə qədər rolu, əməyi olan, o əlinə adi bir, nə bilim, bir, o qapını açmaqla da olsa, bir köməyi, dəstəyi dəyən bir qapını açmaqla. Nə qədər adamın iştiraki rolu var, hamısına da qalanlara can sağlığı versin. Onlar hamımızın, bütün xalqın bu birgə səyi ilə, çalışmağı ilə, bu çəkici zindana bir vurmağı ilə gəldi indi çox şükür. O özə görünməzdən deyil məsləhətinə şükür. Gəlib bu nəticəni gördük. Yəqin ki, indi inşallah daxildə olan bu problemlər ki var, biz söhbət boyu biraz sanki istəyib istəmədən ondan danışdıq. Yəqin ki, bu şeylər də Allahın köməyindən qısa vaxtda öz həllini tapacaq. İnşallah. Bizim nə ahuf eləyəsi olacaq, elə ancaq xoş şeydən danışacaq, sənətdən danışacaq. Amma mən yenə də ahuf eləmirəm, heç vaxt eləmirəm. Əvvəllər eləyirdim, pis olurdum, mənim pisimə gəlirdi, belədir, heylədir, amma indi yox. Elə rahatam, elə rahatam. Allah'ımı söykənmişəm, Allah'ın da istədiklərimi verir. Əsas odur ki, səhər durur, nəfəs alın, şükür edir. Şükür, səhər açılır, nəfəs alırıq. Gözümüz görür, ağlımız kəsir, qulağımız eşidir. Şükür eləyək ki, hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Allah'a sığınmaq lazımdır. Kim Allah da istədiklərimizi versin. Allah sizə can sağlığı versin. Sizin kimi adamlar çox olsun, o qədər olsun ki, hər şey yerini tutsun. Yaxşı şeylər yerini tutsun. Yaxşı şeylər yerini tutanda dünya da düzələr. Yaxşılar gəlsin dünyaya, yaxşılar. İnşallah. Yaxşılar. Allah sizə can sağlığı versin. Uğurlarınız bol olsun, canınız salamat olsun, gözəl işlər çəkəsiniz.
gələn dəfə də gələsiniz bizim önümüzə şad xəbərlər eşidəsiniz inşallah. İnşallah. Gəlib onları çəkəsiniz Allahın köməkliyi. Və çox arzulayardım ki, də bir müddətdən sonra bilmirəm, siz mənim muştuluqlayasınız ki, hər şey qaydasına düşür. Yəni, mənə bir qismət olar, onu deyim, amma əsas odur ki, bu şeylər hasıl olar. Allah böyükdür. Allahdan istəyək. O doğulduğunuz, boya başa çatdığınız torpaqda da mən çox arzulayardım ki, gedib orada da, mən inanıram ki, bu sizin də ürəyinizcə olar, gedib orada da töhfənizi verəsiniz. Məncə, orada bu imkan reallaşsa, hətta ona da şad olarsınız. İnşallah. Orada indi məskunlaşandan sonra musiqi məktəbdə olacaq, dərs deyilməlidir, yeni nəsil uşaqlar hazırlanmalıdır, yetirilməlidir. Və bunları kim bilməlidir? Yəni, bu hamısı sizin, mənim, digər bizim həmkarlarımızın üzərində düşən bir vəzifədir, işdir. Allah nəsib eləsin, salamatçılıq eləsin inşallah. İnşallah. Şad oldum, sizi gəldim, gördüm. Sağ olun, nəsib olsun. Biz çox danışmışıq bu aralar telefondan, amma əsas oldu. İndi gəldik, üzbəsurət danışdıq. Və inanıram ki, tamaşaçılarımız üçün də çox xoş oldu. Görməyən, bilməyən bu yeni nəsil adamlar da ən azından indi tanış olmaq fürsəti qazanacaqlar. İndi köhnələr Allah şükür bilir, biraz yaşlı nəsil artıq bilir. Onlar təkrarən elə bir yadına salmış olacaq. İnşallah. Əsas odur, Allahın yanında olaq. Hə, əsas odur, əsas odur. Allah sizi qorusun. Çox sağ olun. Minnətdarım. Sağ olun, təşəkkür ederim. Əziz izləyicilər, beləliklə daha bir görüşümüz sona yetdi. İnanıram ki, söhbətimiz maraqlı, yadda qalan oldu. Kanala abunə yazılacağınıza, verilişlərimizi baxıb bəyənəcəyinizə, fikir və təkliflərinizi bildirəcəyinizə inanıram. Sağ olun, Allah'a emanet.